Gənclər, salam aleyküm. Ay neçəsidir bilmirəm. Fevralın 8-idir səhv eləmirəmsə. Tiflisə möhtəşəm qar yağır. Uzun müddətdir ki, heç bir video çəkmirəm. Hardasa bir aydan çoxdur. Köhnə bir video var, onu montajlayıb paylaşıb. Ardıyla bu video paylaşacağım. Niyəsə səhər bu möhtəşəm qarla bir yerdə video çəkəsim gəldi. Bu bir ay ərzində o qədər şey baş verib. Amma sonradan bunları danışmağın heç bir mənası yoxdur. Tiflisi belə baya gəzmişəm. Gecəsini, gündüzünü, pubunu, klubunu, təbiətini, hər yerini. Bu bir ayda çox belə... Bu arada fabrikanın qabağındayım. Bura fabrikadır. Hamımızın bildiğim. Hamımızın yok, ben bildiğim. Danışmasan da yeter. Onların bakışlarına qərq. Dözməyib, mən seni bağışlaram mütləq. Ey! Avuçlarımda mən özümü bomba hiss edirəm. Bilmirəm, mən də danışmışam olar. Bir ay əvvəlki video ilə müqayisə edəndə elə bir ki, bir ay ərzində necə izah edeyim? Öyle ki, bir ay əvvəlki vaxtlarda uşaq idim. Elə deyə bilərəm. Qar çox qəşəngdir. Danışmasan da yeter. Onların baxışlarına qərq. Dözməyib, mən səni bağışlaram mütləq. Bu arada mahnı oxuyanda konsentrasiya alamıram. Bu arada yani de başımı çıxardım. Salam aleyküm. Mikrofonsuz, atsız prost çəkəsim gəlir. Əslində evə hostelə gedirəm. Prosta heç getmək istəmirəm. Qar o qədər qəşəng yağır ki. Bir videoda görmüşdüm ki, bəs deyirdi ki, Tiflisdə o qədər çox küçə itləri var ki, hər an poxa basa bilərsiniz. Dediyim anda qalama çıxdı. Nəsə o şey. Bunu belə çox ciddiyə almamışdım, amma kifayət qədər ciddiyə alınması mövzuymuş. Çəkin üstü hər 3 addımdan bir poxdur. Ona görə çalışım poxa düşməyin Tiflisə gələndə. Arada möhtəşəm musiqi axşamlarına 1-2 dənə kampa getmişəm. Gəzmədiyim yer, pub, klub qalmayıb. Qış möhtəşəm keçir. Bu vaxt ərzində baya indi qar yağanda, yağış yağanda yox, amma 2-3 gün əvvələ qədər kifayət qədər qolbaq satmışam bu arada. Və qolbaq sata paralel olaraq oturub həm də toxuyuram. Təzə iplər almalıyam. Çox şey baş verib uşaqlar, bilmirəm, amma nə bileyim, ay nə oldu, o oldu, bu oldu, falan kəs gəldi. Mənası yoxdur, hər şey möhtəşəmdir. Bir ay əvvəl olduğundan çox daha artığı ilə. Sadəcə olaraq qısa belə giriş eləmək istədiyim o şeylərdən, həmin rəfələrdə ara sıra çəkdiyim hansısa kadrlar varsa əlavə eləyəcəm bu videoya. Giriş olsun. Davam eləyək qaldığımız yerdən. Qışı bitirib üzü şimala və şərqə doğru getməyi düşünürəm, bilmirəm amma. Yəni 2 həftə sonra tam başqa bir şeylər ola bilər. Çox spontan keçir günlərim. Hər günüm inanılmaz dolu və spontan baş verir. Buna görə də bəzən nələrsə çəkib paylaşa bilmədiyim olur. Amma hər şey çox möhtəşəmdir və bir ay əvvəlki olduğundan çox daha çox. Bu təkcə şey olaraq deyil də, nə maddi olaraq, nə fiziki olaraq, bu mənim beynimlə əlaqəli olan bir şeydir. Və onu bilmirəm, necə sizə ötürə bilərəm. Bizim məhəlləmizin qalağı. Əlim donur uşaqlar, nə qədər şey olsa da. Əllərim çatlayır donmaqla. Buz kimi hava var, mən 1, 2, 3 olar yəqin ki. Belə sevgilər, sadəcə belə bu videoya belə bir giriş edib hər şeyin qaydasında olduğunu, hər şeyin möhtəşəm keçdiyini demək istədim. Növbəti videolarda yeni maraqlı şeylər ağlımda var. Nə bileyim, bilmirəm, əslində ağlımda heç yoxdur. Yəni bazarı gəzmək istəyirəm, arada təbiətə çıxmaq istəyirəm. Qəşəng kamp yerləri kəşf eləmişəm.
Arada gedib bir həftə 10 gün təbiətdə qalmaq istəyirəm, amma belə qar yağanda yox. Çünki 3 dəqiqə telefonu əlimdə tutdum və əlim donur hal-hazırda. Sevgilər, sizi sevirəm uşaqlar. See you. Getdiyi qədər. This хотел поиграть. Hello, Səhər 7-də Tiflisə qar belə yağır. Hava hələ açılmamış. Yoxdur belə söhbət. Möhtəşəm. Ardıyca bir də kluba dəxlisiz girmişəm, mahnıya bax da yəni.
Show me your
Səhər necə olacağını bilmədiyim üçün bu videonu çəkirəm. Burada çadırım. Bitməyəcək qədər odun. Boksu tuta bilsək. Və Tiflis. Belə. Möhtəşəmdir. Qəşəng qar yağır. Artıq yerdə oturub gördüyünüz kimi. Səhər nə olacaq bilmirəm. Bir yerdə görəcəyik. Sevgilər. Gələcək hamısına. Mən hardayam, neyləyirəm, niyə buradayam. Amma sizə özümlə bir yerdə bir dənə mənzərəyə baxaq. Görək çöldə nə baş verir. Durmalıyam. Bu kadar için balta. Uff. Bu videonun teliflerini zaten bağlamayacağım. Olsa pulsa yazamdır. Ne bağlayalım? Aşağı maçları çekelim. Tiflis və Reski təbiətin içi. İnanılmaz möhtəşəmdir. You stay here overnight? Sorry? You stay here overnight? Yeah. How was the sleep? Yeah, I sleep here. Yeah? So it was good? Yeah, it's good. It's not so cold. Okay. Good luck. Good day. Good luck. Thank you. Okay. Enjoy your day. Və mən video xətrinə nəsə eləmək istəmirəm. Sadəcə elədiyim şeyi həm də çəkmək xoşuma gəlir. Nərdəyim? Qar təzdən başladı, qar yağır bu arada. That's it, yeah.